İlin ilk günü qardaş. Ən gözəl evlər yenə harda? Bizdə və bizim kanalda. Qardaş, təqdim elə bu gözəlliyi bizə. Bütün izləyicilərimiz görsün ki, bizdə olan evlər hamısı ideal evlərdir. Buyur qardaş, təqdim elə evimizi. Bana sözlə, gözlə, dillə, deməklə də öyle. Bana gəlsən canlı baxasan. Belə bir gözəldir ben. Maşallah, gözəlliyə bax. Evin içi gözəllik demirəm. Çölün içindən görə içi çölündən gözəl. Əsas o keyfiyyət. Keyfiyyət nə deyim sana? Birinci mərtəbədə manat betonda, ikinci mərtəbədə manat betonda və xatıran 4 dövrən boşundaş inşa olunub. Oradan padvanla girişidir. Burada 10 milimizin inşallah. Oradan 4 daş kürsü görsənir, 2 daşdan buradan padvanla girişidir. Həyətdə rahatçılıqla 2-3 maşın rahat daxil olur. İnşallah. Hatırladım ki, birinci mərtəbə bu istif oldu. Preçamız manat betondur, üstü mənə tərsi olunub. Maşallah əvvəl baxmaqda da yeni bir dəqiqə var, ot kimidir. Yəni evdə elə bir ki, aynı ev vardır. Bax, belə bir gözəl sərə baxılırlar, kanallarımız. Allah-Allah nəsib ona olan gözədir. Ağırsa. Yetərə qədər böyüdür qardaş. Böyük, 35 kvadratına baxdır. Burası sahne boşaldı, ama ne işin yandı? Yandırdı. Buraya seninizin mətbəxləri, qaz, işıq, su xətləri, kanaliz xətləri, hamısı seçilib hazır və törünət nazirəcəmiz. Burada mətbəx meyvədən sabah yanımızda soslu burasını alır edərsiniz. İndi isə bunu göstərəcəm, onu kaydetmiş sevmedim. İndisi gəlin ikinci mətbəxdən mən tanış edim. Qardaş, sən bizi ikinci mərtəbə ilə tanış elədin. Evimizin qiymətini demədin axı. Evin qiyməti hörməti kanalcam 2026-nın kampaniyasıdır. 110 min manat belə bir möhkəm bir, gözəl bir təminatdan çıxmış evimiz. Hal-hazırda evlərin qiymətləri 20-30% qalxıb, amma bu evimiz öz qiymətini saxlayıb 110 min manata. Evin toplam tam ki sənədləri var. Kupçalı, Trabzon, Gümüşlük, Bandiya, bağışlar, yadigarı nə istəyə bilərsiniz? İnşallah indirim var, real alıcı. Söz. Bax, bura bizdə balkondan çıxışıdır. Sanitar boşlar, stipol yeridir. Burada bir otağımız buradadır. Görürsən, işçiyi. Yataq otağı da olmadı, 2 dənə pəncə içində alır. Buraya seçək, sağa bir yataq otağıdır. Orada 2 dənə pəncərəli şəbəkə, pəncərəli hörmətli kanalizasiyamız. Və əsas odur ki, ev olmayan insanlar Allah-Taala bundan da daha gözəl evlər qismət etsin. Amin. Hər kəs evi ki, sahib olsun. Buraya isə uşaqlar üçün nəzər üçün otağı, amma böyükdür, yəni genişdir. Yəni burada taxtı, bu, hər şeylər geniş. Taxt nə üçün girirlər burada. Əlavə məlumat üçün Zəhra Bərşanlar kanalizasiyamız kanalımıza abunə olma video bəndən unutmayın ki, yeni saçasına verən bir günə siz tanış ola bilərsiniz. Əsas odur, Allah-Taala hər kəsə ev qismət eləsin. Amin.